bu saat fikrim bizim qələbəni bir opera şeklində meydana qoymaq. Bu xüsusda xüsusi olaraq çalışırıq. Ondan əlavə elmi işlərə gəldikdə əhəmiyyət verdiyim bu günlərdə akademi tərəfindən nəşr edilən mənim əsərimdir. Bu əsər Azərbaycan musiqisinin əsaslarına aid elmi bir əsərdir. Mən ümid edirəm ki, bu əsər nəinki Azərbaycan musiqisinin tərəqqisinə, bəlkə ümum Sovet musiqisinin yeni bir yolla tərəqqi etməyinə xidmət edəcəkdir. Ondan əlavə musiqişünasların nəzər diqqətini ona cəlb edirəm ki, bu əsərdə Azərbaycan musiqisinin təhlil və tədqiqindən əmələ gələn yeni teoremalar meydana gəlir. Ümid edirəm ki, musiqişünaslar o teoremalara nəzər yetirib, musiqi elminin və musiqi sənətinin yeni yollarla tərəqqi etməsi məsələsinə daha ciddi əhəmiyyət verəcəkdirlər. Bir əsrin tarixini, bir millətin mədəniyyətində özündə əks etdirən dahi ustadın səsidir. O, musiqimizdə inqilab edən, operanı şərqə gətirən və hər bir nota ilə Azərbaycanı dünyaya tanıdan dahi şəxsiyyətdir. Hər xalqın təhlilində var belə şəxsiyyətlər. Dildəki heç bir sifət onların adlarının qarşısında təyin olub, onları ifadə edə bilməz. Dahi, möhtəşəm, əvəz edilməz. Sadəcə Üzeyir Hacıbəyli, bizim Üzeyirlər. Zaman onu yetişdirmişdi, yoxsa o zamanı qabaqlamışdı, mübahisəlidir. 19-cu əsrin ikinci yarısıydı. Yaxın gələcəkdə Azərbaycan xalqının həyatında dönüş edəcək şəxsiyyətlər doğulurdu. Onlar siyasətçi, ədəbiyyatçı, musiqiçi olacaq, tarix yazacaqlar. Onlar bir yerdə yepyeni dövlət yaradacaq, ilk dəfə Azərbaycanın adını dünyaya tanıdacaqlar. Onlar Azərbaycan xalqının ədəbiyyatında, Azərbaycan xalqının mətbuatında inqilab edəcəkdilər. Onlar bu xalqın misilsiz musiqisini bütün dünyaya yayacaqlar. Müəllim, jurnalist, tərcüməçi, yazıcı, bəstəkar. Üzeyir Hacıbəyli 20-ci əsr Azərbaycanı kimi keşməkeşli həyat yaşadı. Yaşadığı hər gün bizim üçün qiymətlidir. Üzeyir Hacıbəylinin yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Və Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycan xalqının mədəniyyətinin inkişaf etməsinə, Azərbaycan xalqının özünü tanınmasına xidmət edirdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir. Üzeyir bəyin musiqisi sərhəd tanımırdı. Onun qəlbindən süzülən bir nəğmə var ki, o təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının sevgi və fədakarlıq simvoluna çevrilib. Adı gələndə titrəyir hər bir Azərbaycanlı. Onda tapır əksini millətin şanlı yolu. Üzeyir bəy nəfəsi Əhməd Cavadın sözü. Bu ölməz əsərin sözləri qarşısında, Üzeyir bəy dühası qarşısında baş əyirik.
ifadəsini özündə daşıyır. Sözləri Əhməd Cavanın, musiqisi Üzeyir bəyin. İki dahi şəxsiyyətin birliyi bizi elə bir miras qoydu ki, illər keçsə də o sədaqlar unudulmur. Qaradeniz çırpındıqca Azərbaycan və Türkiyənin sarsılmaz dostluğu bu nəğmədə yaşanacaq. Ruhumuzu sarsıdan, qəlbimizi vətən eşqi ilə coşduran o unudulmaz nəğməni qarşılayın. Yazmaqla bu iki gəncin nakam eşqinə əbədi həyat səhnəsi verdi. Bununla bitmədi opera yazma sevdası. Şeyx Salam, Rüstəm və Səfra, Şah Abbas və Xurşudbanı, Əsli və Kərəm, Harun və Leyla və yaradıcılığın zirvəsi olan Koroğlu operasını yazdı. Dünya musiqi mədəniyyəti Müsəlman şərqi ilk operettasını Üzeyir bəydən dinlədi. Əl varla dinlərdə dastan oldu. Onun ardınca o olmasın bu olsun və bir çox dilləri tərcümə olan Aşın Malanın operettalarını yazır. İlk olaraq sizi 20-ci əsr əvvəllərinin Pakistan, o dövrün adi kəlmələrini və gülüş doğan məqamlarda əks edilən olması bu olsun dünyasında dəvət edilir. Sənə yaylı qaldım, qızım sənə başlayalım. Qızım sənə corab aldım. Qızım səni ərə verim. Yox dədə qurbanın olum, yox dədə qurbanın olum. Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, dövlət, pul, saman kimi. Özdə abırlı bir kişidir. Hərçənd yaşı biraz çoxdur, lakin elə yaxşı adamdır ki, beləsini çıraqla axtarsan tapa bilməzsən. Ah, qoca olandan sonra heç nə. Ağırım onun özünə də, dövlətinə də. Ay qız, sən qıfılda, sən bu cür şeyləri anlamazsan, sən belə şeylərə qanmazsan. Mən nə qədər qanmaz olsam da, öz cavan qızımı qoca kişiyə də vermərəm. Nə vaxt mən səni qocaya ərə verərəm, getmə. Qız mənimdir, mən bilərəm. İstərəm qocaya ərə verərəm, istərəm cavana. Hə qızım, nə deyirsən? Razısan? Yaxşı, nə deyirəm? Mənim borcum ata sözünə qulaq asmaqdır. Özün bilərsən.
Ay mənim ağıllı qızım, gözəl qızım. Mən onsuz da əvvəlcədən bilirdim ki, sən ata sözünə baxansan. Odur ki, kişiyə söz vermişəm. Bu axşam bizə gələcək. Ayrı qonaqlar da çağırmışam. Yaxşı hazırlıq görərsiniz. Qızım, kişi səni görmək istəyəcək. Mən izin verirəm. Get onunla görüş, heç qorxu eləmə. Böyük başmaxı. Yəni o qədər qocadır ki, adam qorxa da bilər. Ay qız, sən qıfırla. Aa, mən nə edirəm? Mənə sən qışqırırsan. Sənə dedim qıfırla, qanmazın biri qanmaz. Səslənir, özündən razı, hər şeyi pulla həll edən insana, amma sonda hər kəsin zarafat hədəfinə çevrilən bir personaja verilir. Sonunda dəyərəmin cavanı deyib, özünə cavan gəlin axtaran məşədiqlar. Nə qədər qoca olsam da dəyərəmin cavanı, çörəyiyəm bərəmən yavana, qurban edərəm mən yarına, qurban edərəm mən canıma, pulumu canıma mən. Gəl yarım, gəl yanıma, gəl canım, gəl yanıma, gəl qızım, gəl yanıma, gəl. Mən ölüm, gəl, mən ölüm, gəl. Al quzum, gəl yanıma, qurban edərəm mən canıma, qurban edərəm mən yanıma, malımı, pulumu canımı mən. Gəl canım, gəl yanıma, gəl yarım, gəl yanıma, gəl quzum, gəl yanıma, gəl. Mən ölüm, gəl, mən ölüm, gəl. Quzum, gəl yanıma, qurban edərəm mən canıma, qurban edərəm mən yarıma, malımı, pulumu, canımı mən. Vay! Bax şey! Sesin çıxmasın. Sesin çıxsa başıma bir güllü vuracaq. Baş üstə! İndi bu saat mən deyəni yaz. Nə yazın? Yaz ki, mən Məşədi İbad Kərbalaya Xocaverdi xanoğlu. Mən... Yaz, tez ol. Yaz ki, mən Məşədi İbad Kərbalaya Xocaverdi xanoğlu. Rüstəm bəyin qızı Gülnaz xanım almaq istəmirəm. İstəyirəm axı. İstəmirsən? Və onun əvəzində qulluqçu sənəmi alıram. Bax şey, bəs mənim pullarım? Qol qoy, tez ol, yoxsa boş başımı partladarım. Baş üstə. Tərpənmə. Allahu Əkbər. Yaz, tez ol. Gördüyünüz kimi, Məşədi İbad öz dövrünün adət-ənənələrinə uyğun evlənmək istəsə də gülüş hədəfinə çevrilir. Lakin həmin dövrün başqa gənci, tacir Əskər bəy, öz xoşbəxtliyini tanımadığı birinə, ürəkdən sevdiyi gözələ bağlamaq istəyir. Gəlin görək arşın malçı qiyafəsinə girmiş Əskər bəy öz güc şöhrəsinə necə qovuşacaq? Arşın malam, arşın malam. Qızlar, arşın malçı.
düşmür. Əskər Gülçöhrənin eşq dastanı olsa da, bu evin başqa bir şən tərəfi də var. Görək Vəli ilə Telli gələcək həyatlarını necə təsəvvür edirlər. Ağa kimi geyinib bəzənib, amma cibində bir qəpik də yox. Pul məndə. Dahi bəstəkar 1941-ci ildə böyük şairimiz Nizami Gəncəvinin 8 illik yubileyinə töhfə olaraq onun 2 qəzəlinin musiqi bəstələdi. Bu əsərlərlə musiqimizdə şərqin qəzəl forması ilə qərbin roman şərqləşərək möhtəşəm bir incə çekilir.
bütün maneələr geridə qaldı. Sevgi hər kəsdən güclü çıxdı. İndi isə yalnız Əsgərlə Gülçöhrənin deyil, həm də Süleymanla Asyanın, Vəli və Tilbinin, hətta Sultan bəy və Cahan xalanın da qovuşduğu o unudulmaz an gəlib çatdı. Milli operamızın banisi Üzeyir bəy Hacıbəylinin ölməz misinə bir daha nəzər saldıq. Onun yaratdığı melodiyalar təkcə keçmişimizin sədası deyil, həm də gələcəyimizin mənəvi işığıdır. Üzeyir bəyin ruhu qarşısında baş əyir, onun Koroğlu əzəmətini, Leyli və Məcnun saflığını qəlbimizdə yaşadacağımıza söz veririk.
Tədbirimiz sona çatsa da, Üzeyir musiqisi hər zaman bizimlədir.